İvan Bunin, Qozbelin sevgi hekayəsi. Qozbel anonim görüşə dəvətli sevgi məktubu aldı. Şənbə günü aprelin 5-də axşam saat 7-də Sabor meydanındakı bağçaya gəlin. Mən gəncəm, zənginəm, subayam və nə gizlədim. Sizi çoxdan tanıyıram və sizi sevirəm. Sizin vüqarlı və kədərli baxışınıza, alicənab zəkalı alnınıza, sizin yalnızlığınıza aşiqəm. Ümid etmək istərdim ki, siz də məndə özünüzə yaxın, əziz bir qəlb tapa biləcəksiniz. Mənim əlamətlərim: boz rəngli İngilis kostyumu, sol əlimdə ipəkdən yasəmin rəngli çətir, sağ əlimdə bənövşədən gül dəstəsi olacaq. Adam bundan təsirləndi. Şənbə gününü elə gözləyirdi ki, bu onun həyatında ilk sevgi məktubu idi. Şənbə günü o bərbərə getdi. Yasəmin rəngli əlcək, yeni qalstuk aldı. Evdə güzgü önündə bəzənirdi. Öz uzun, incə, soyuq və titrəyən barmaqları ilə elə hey qalstuku açıb bağlayırdı. Yanaqlarında, incə dərisi altında qırmızı rəng görünürdü. Gözəl gözləri tündləşmişdi. Sonra Qozbel yorğunluqdan, sanki qonaq kənar şəxs kimi mənzilində kresloda əyləşdi və həmin həyəcanlı saatı gözləməyə başladı. Nəhayət, yemək otağından sərt şəkildə saat 6-nın yarısını vurdu. O diksindi, ayağa qalxdı. Özünü ələ alaraq tələsmədən girişdən yaz şlyapasını, əl çubuğunu götürdü və sakitcə evdən çıxdı. Küçədə artıq özünü əldə saxlaya bilmədi. Öz uzun və arıq ayaqları ilə tələsik addımlamağa başladı. Qozbel, belinin malik olduğu əhəmiyyətli tərzdə, xoşbəxtlik gözləyən zaman hiss etdiyimiz mutlu qorxu ilə Sabor meydanındakı bağçaya tələsik daxil olduqda yerində donub qaldı. Onun yanına. Yazın çəhrayı günü. Qəti və iri addımlarla, boz İngilis kostyumunda, kişi şlyapasına bənzər gözəl şlyapada, sol əlində çətir, sağ əlində bənövşə gülündən dəstə tutan Qozbel qadın gəlirdi. Bu dünyada neysə insana qarşı çox acımasızdı. 1940-cı il.